Bugün size en sevdiğim turşulardan biri olan güvem turşusunu hazırlayacağım. Turşu için lazım olan güvemler mütləq bərk olmalıdır. Əks halda isə turşunuz yumşala bilər. Meyvələri təmiz yuyub saplağından təmizləyirik. Təmizlənmiş güvəmləri 2 hissədən çəngəllə deşirik. Turşu üçün lazım olan dəfnə yarpaqlarını isə həyətimdən yığıb təmiz yuyuram. Turşu üçün bizə sarımsaq da lazım olacaq. Ona görə sarımsaqları da təmizləyib qabıqlarından soyuram. Mən 900 qramlıq bankalarda hazırladım. Eynən bu resepti həm 900 qramlıq, həm 1 litrlik bankalarda hazırlaya bilərsiniz. Hər 900 qramlıq və 1 litrlik banka üçün 3 ədəd dəfnə yarpağı və 3 diş sarımsaqdan istifadə etdim. Bankaları dolana qədər bərk güvəmlərlə doldurdum. Üzərinə də çaydandan qaynaya suyu əlavə edirik. Su mütləq qaynaya əlavə olunmalıdır. Qapağı üzərinə yüngülcə yerləşdirib tam soymasını gözləyirik. Tam soyduqdan sonra güvəmlərin öz suyunu yenidən bir qazana əlavə edirik. Qazana hər bir banka üçün 1 yemək qaşığı duz və 1 çay qaşığı şəkər tozu əlavə edib qaynamağa qoyuruq. Və bu müddətdə də hər bir bankaya 1 çay qaşığı quru nanə və yarım stəkanda üzüm sirkəsi əlavə edirəm. Qaynayan marinadı da bankaların üzərinə əlavə edib qapaqlarını möhkəm bağlayıram. Qapaqların möhkəm bağlanmasına əmin olduqdan sonra biraz bankanı tərpədirək ki, üzüm sirkəsi də marinada qarışsın. Hazırladığımız gün bir gün qalın büküb saxlayıram. Səhəri gün isə sərin yerdə qışa saxlayıram. İllərlə hazırladığım bir resepti mütləq hazırlayın, çox ləzzətli alınır. Videonu yaddaşa verin ki, itirməyəsiniz. Hələlik.